elektron örtüklərinin quruluşu, radius anlayışı, atomun radiusu, artıq dövrü sistemdə atomun quruluşu haqqında məlumatımız var. Normal halı, həyəcanlanmış halı, dövrü sistemdə mövqeyinin tapılma qaydası, onları keçəcək. Deməli, atomun elektron örtükləri deyəndə nə başa düşürlər? Elektron nüvə ətrafında dağınıq halda deyil. Yəni, elə-belə harda gəldi yerləşməyib. Müəyyən səviyyələr içərisində yerləşib. Yəni, biz yazmışıq ki, atom müsbət yüklü nüvədən ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. Və bu mənfi yüklü elektronlar necə gəldi yerləşməyib. Müəyyən bir səviyyədən, birinci səviyyə var, ikinci səviyyə var, üçüncü səviyyə var, hərəsi öz orbiti üzrə fırlanır. Hətta bunu Rutherford planetar modelə oxşadıb. Yəni, bunu planetlərə oxşadıb ki, planetlər kimi mərkəzində nüvə ətrafında isə elektronlar müəyyən orbitlər üzrə hərəkət edir. Var daxili orbit, daxili quruluş var xarici. Yəni, bu formada hərəkət edir. Hər bir bunlara energetik səviyyə deyirlər. Bunlar bu səviyyələr bir-birindən enerjisinə görə fərqləndiyinə görə energetik səviyyə deyirlər. Xaricdə səviyyənin enerjisi daha çoxdur. Niyə? Burada yerləşən elektronların enerjisi daha çoxdur. Çünki sərbəst şəkildə çıxıb gedib hərəkət edə bilirlər. Ancaq daxildə yerləşən elektronlar nüvəyə yaxın yerləşdiyinə görə mənfi yüklü elektron müsbəti daha çox cəlb edir və özünə doğru sıx saxlayar, onun enerjisi azalır. Amma kənardakının enerjisi artıq olacaq, çünki o nüvədən müəyyən bir məsafədə yerləşir. Bunun radiusu daha çoxdur. Daxili ilə müqayisədə onun radiusu daha çoxdur. Radiusu yəqin ki, bilirsiniz, çevrənin mərkəzindən kənarına qədər olan məsafədir. Burada da radiusu daha çoxdur. Hər bir energetik səviyyə yarım səviyyələrdən ibarətdir. Görüblər ki, bu energetik səviyyələrdə nə olsun? Bu energetik səviyyə boyu hərəkət edir. Onun içərisində də ki, elektronlar enerjisinə görə fərqlənir. Görüb, onun içərisində də təbəqələşmə var. Bir-birindən fərqlənir və ona görə də yarım səviyyə anlayışı ortaya çıxıb. Var S yarım səviyyəsi, var P yarım səviyyəsi, D və F yarım səviyyəsi. S, P, D, F. 4 yarım səviyyə var. 4 yarım səviyyə var. Və hər yarım səviyyənin də içərisində orbitallar yerləşib. Yəni, bu elektronlar necə gəldi? Bizim ağlımıza gəlir ki, bu elektronlar nüvə ətrafında fırlanır. Xaotik şəkildə yox. Görün, nizama baxın. Bu energetik səviyyədir. Energetik səviyyənin içərisində yarım səviyyə var. Yarım səviyyənin içərisində orbital var. Orbitalı biz çəkəndə xana şəklində göstəririk. Bax, bu xananın içərisində elektronlar yerləşib. Bu elektronlar da hər xanaya 2 elektron yerləşir. Elə bilin, bir otaqlı balaca bir yerdir. Bir balaca kupedir deyək də. Orada 2 adam yerləşir. Yəni, burada deyək ki, bir orbitaldır. Onun içərisində 2 elektron yerləşir və əks spinli şəkildə. Bir-birinə mane olmasın deyə hərəkəti əks spinli şəkildə yerləşir. Və bunların deməli, bu Hund qaydası var. Hund qaydasına uyğun olaraq yerləşir. Yəni, bir əks spinli şəkildə bir yuxarı, bir aşağıya doğru yerləşir. Deməli, nüvənin ətrafında nədir? Elektronlar. Elektronlar nəyin içərisindədir? Energetik səviyyənin içərisindədir. Energetik səviyyənin də içərisində yarım səviyyə var. S, P, D, F. Hər yarım səviyyənin içərisində orbitallar var. S yarım səviyyəsində 1 orbital, P yarım səviyyəsində 3 orbital, D-də 5 orbital, 1, 2, 3, 4, 5. F-də isə 7 orbital var, 7 orbital. 1, 2, 3, 4, 5, 6, 7. Fikir versəniz, nizama baxın. 2-2 artır. Birincidə S-də 1 orbital, P-də 3, D-də 5, F-də 7 orbital, yəni xana var. Bəli, bu xanaların da içərisində elektronlar yerləşir. İndi ardıcılığa baxın, ən çox 4 energetik səviyyədən düşür suallar. 4 dövrdən, 4 energetik səviyyədən suallar düşür. Birinci energetik səviyyədə cəmi bir yarım səviyyə var, o da S yarım səviyyəsi. İkinci, baxın, neçənci energetik səviyyə deyirəmsə, o qədər də yarım səviyyəsi olur. İkinci energetik səviyyə deyirəm, 2 yarım səviyyəsi var. 2S, 2P. Üçüncü energetik səviyyə deyirəm, 3 yarım səviyyəsi var. 3S, 3P, 3D.
Dördüncü energetik səviyyə deyirəm. 4S, 4P, 4 deməli D və 4F. Artıq 5-də də eynən davam edir. 5S, 5P, 5D, 5F. Amma buraya qədər arta gedir. Onsuz da ondan ötürü testlərə çox düşmür. Sizə bunlar lazımdır. Deməli, birincidə 1 yarım səviyyə, 2-də 2, 3-də 3, 4-də 4. İndi gəldi orbitallar. Mən dedim, S-də hansı energetik səviyyədə olmağından asılı olmayaraq bir orbital var. Deməli, bunun bir xanası var. İkinci energetik səviyyədə bir S-dir, bir P-dir. Cəmi 4 orbital var. İkinci, deyək, energetik səviyyədə. 3-də, burada da 3-ünü çəkək. 3-də bir dənə S-dədir. 3 dənə P-dədir. D-də də 5 dənə, cəmi 9 orbital var. 4-də isə 1 S-dədir, 3 P-dədir, D-də 5 dənədir, F-də də 7 dənədir. Cəmi hesablasaq 16 deməli orbital eləyəcək. Ümumiyyətlə orbitalların sayı üçün belə bir düstur var. Böyük n bərabərdir n kvadratı, elektronların sayı üçün isə n bərabərdir 2n kvadratı. Bu balaca n-in yerinə nə qoyuruq? Energetik səviyyənin sayı. Bununla orbitalın sayı tapılır. Bununla isə energetik səviyyədə olan elektronların sayı. Məsələn, mənə desə ki, ikinci energetik səviyyədə nə qədər orbital var? 2-nin kvadratı deyəcəm 4. Yaxşı, ikinci energetik səviyyədə nə qədər elektron var? Hər xanaya da 2, axı 4 orbital var, hərəsində də 2-2 yerləşir, axı əks spinlə də. Maksimum neçə elektron ola bilər? 4 vurağı 2 eləyəcək 8. Ya da üçüncü energetik səviyyədə 3-ün kvadratı, yəni 9 orbital var. Əgər elektron deyirsə 9-u vururam 2-yə, deyirəm 18. Yəni, deməli, biz orbitalın və elektronun sayını tapdıq. Nəyi öyrəndik biz? Elektronlar nüvənin ətrafında necə gəldi? Yox, energetik səviyyələrdədir. Birincidə 1S, 2-də 2S, 2P, 3-də 3S, 3P, 3D, 4-də 4S, 4P, 4-də 4D hərəsinin orbital sayını yazdıq və içərisindəki maksimum elektronları da qeyd elədik. Sonra, indi gəldik atom və ionların radiusu anlayışına. Radius nədir? Nüvənin, atomun mərkəzindən kənarına qədər olan məsafədir. Deməli, təbii ki, energetik səviyyənin sayı artdıqca, yəni yuxarıdan aşağı düşüb dövrlərin sayını da artırsaq, onda radius artmış olacaq. Radius get-gedə artır. Bu aydın məsələdir, çəkəndə görünür. Amma bizdən tutaq ki, verir xlor -1, xlor -1 və xlor -3 eyni elementin fərqli ionları verir. Deyir ki, bunlarda radius necə dəyişəcək? Xlorun sıra nömrəsi 17-dir. 1 elektron olar 18. Xlorun burada yazıram 17, burada yazıram eləyəcək 17. Deməli, normalda 17 elektronu var idi. Əgər bu -1 olmasaydı, bu neytral halda 17 elektronu var idi. Və 17 elektron 17 protonu yaxşı formada cəlb eləyir. Yəni, müsbət yük, mənfi yükü cəlb eləyir. Hər bir elektrona bir proton düşür, belə deyək, təqribi hesablasaq və bir-birini tamamilə cəlb edə bilir. Kənardan bir elektron gələndə bu elektronu 17 protonun gücü çatmır cəlb eləməyə. Yəni, 17 proton, 17 dənə müsbət yük, 17 dənə mənfi yükü onsuz da cəlb eləyir də. Kənardan bir dənə də mənfi yük gələndə bunu cəlb eləyə bilmir, nüvəyə doğru çəkə bilmir. Çəkir, ancaq əvvəlki gücü olmur. Və o nisbətən sərbəstləşir. Sərbəstləşir deyə bayaqlarım bu cür formada cəlb edirdisə, bu kənardan elektron gələndə nisbətən sərbəstləşib ara bir məsafə ilə hərəkət edəcək. Ara məsafədən hərəkət etdikcə radius biraz da uzanacaq. Deməli, kənardan elektron gəlirsə, nüvənin onun cəlb etmə gücü deyək, çəkmə gücü əvvəlki səviyyədə olmadığına görə elektronun, axı biri gəlib gücü çatmır cəlb etməyə, istər-istəməz radiusu artmış olacaq. Onda birincinin radiusu ikincidən böyük olacaq. İndi gəlirəm ikinciyə. 17 protonu var idi, 17 də elektronu var idi neytralda. İndi bir dənəsini də verdi, oldu müsbət 1 olmaq demək ki, bir dənə elektron verir, yəni qalır 16 elektron.
Bayaqdan 17 proton, 17 müsbət yük, 17 mənfi yükü cəlb edirdi. Mərkəzdə dayanıb Günəş sistemi elə bil ki, kənardakı bu öz orbiti kənar üzrə hərəkət edən planetləri öz ətrafında saxlayır. Bunu ona görə planetar model deyirlər. Elə bilin ki, mərkəzdə müsbət yük dayanıb, kənarda o mənfi yüklü elektronları özünə doğru cəlb eləyir. 17 proton, 17 elektronu. İndi birini verib qalıb 16 elektron. Niyə cəlb eləmir ki? O birindən də artıq cəlb eləyəcək. Elektronun birini verib. Artıq ondan da yaxşı cəlb eləyəcək. Nüvəyə doğru çəkəcək. Yükün elektronun biri də azalıb. Daha yaxşı nəzarətə ələ alacaq. Daha yaxşı onu cəlb eləyə biləcək. Elektron sayı azalıb axı. Bəli, elektron sayı azalıb deyə özünə doğru çəkəcək. Daha sıx çəkəcək. İstər-istəməz məsafə kiçiləcək. Radius kiçilmiş olacaq. Artıq uzaqlaşmır. Elektron uzaqlaşa bilmir. Müsbət yük onu cəlb edir. Və olacaq radius istər-istəməz azalmış olacaq. İndi gəlirəm xlor müsbət 3-ə. Xlorun 17 protonu var. 3-ünü verəcək, qalacaq 17 də elektronu. 17 elektronun 3-ünü verəcək, qalacaq 14 elektronu. Bayaqdan 17 proton, 17 elektronu cəlb edirdi. 3 dənə də elektron verib. Elektronu verəndən sonra bu müsbət yük bu mənfi yükü niyə də cəlb eləməsin? Yəni 17 protonun 17 elektronu cəlb elədiyindən də asan formada cəlb edəcək. 14 elektron qaldı. Bunu daha asan cəlb eləyəcək. İstər-istəməz cəlb elədiyinə görə, elektronları özünə doğru çəkdiyinə görə və radius biraz da kiçiləcək. Ona görə də eyni elementin, əgər bizə eyni element verirsə, eyni elementin mənfi yüklü ionunda radius daha çox olacaq. Əgər eyni elementdirsə, kimdə elektron sayı çoxdursa, onun radiusu daha böyük olacaq. Bu belə. İndi gəldik nəyə? Elektronların orbitallarda yerləşmə qaydası. İndi bayaq dedik ki, hansı orbitallar var? SP yarım səviyyəsi var, onların içərisində SP orbitalları var və s. Elektronlar atomda orbitalların dolma ardıcıllığını deyirəm. 1s, birinci 1s-ə dolur. Birinci energetik səviyyə dolsun ki, sonra ikinci energetik səviyyə dolsun. Birinci energetik səviyyədə cəmi bir yarım səviyyə var. S yarım səviyyəsi içində də bir orbital. Bu dolur, sonra keçir 2s-ə. 2s dolur, burada da cəmi bir orbital, sonra keçir 2p-yə. Burada artıq 3 orbital var. 2p doldu, qutardı. Aha, 2-dən də qutardıq. 1 doldu, 2 doldu. İndi keçirik 3-ə. Burada da 3s, 3p və 3d var. Birinci 3s olacaq. Sonra 3p olacaq. Sonra keçirik 3d-yə dolmasına. Amma burada bir artıq əmması var. Niyə? 3d-dən qabaq 4s olur. Bəli, elə gördün, əmması var deyib dayandım. Deməli, birinci 1s-də olur, 2s-də olur, 2p-də olur, 3s, 3p-də olur. Sonra başlayır, deməli, 4s-də olmağa, sonra 3d-də olmağa. Səbəb nədir? Səbəb bunların enerjiləri arasında fərqdir. 4s-in enerjisi daha çox olduğuna görə özünü atır qabağa və birinci 4s-də olur, sonra başlayır 3d-də olmağa. Yəni, burada artıq 3D yox, 4S-də olur, sonra başlayacaq 3D dolma. Ondan sonra, bəli, 3D daxilə aid idi axı. Nə olsun ki, birinci 4S-də olub? Daxilə aid 4S-də oldu, sonra 3D-də oldu. Bəs 4S-dən sonra nə gəlirdi? 4P gəlirdi. Onsa 4P-dən sonra çox düşmür. Elə bura qədərini hələ ki öyrənsək kifayətdir. Vaxtımız azdır, ona görə qısa-qısa bunlardan danışırıq. Məsələn, götürürəm hidrogen. Hidrogenin sıra nömrəsi 1-dir, cəmi 1 elektronu var. Ona görə bir dənə birinci energetik səviyyə cəmi 1 elektronu gəlib dolacaq içərisinə, olacaq 1s1. Yəni, bir xanadı içərisində də 1 elektron. İndi gəlirəm ikinci helium. Sıra nömrəsi 2-dir. 2 elektronu var deməkdir bunun. Deməli, bu birinci energetik səviyyədə də cəmi 1s yarım səviyyəsi var. Onun da cəmi bir dənə orbitalı var, bir xanası var. Bir xanada maksimum 2 elektron tutur. Burada biri var, deməli o birinə də yer var yanında. Bu da olacaq 1s2. Bu nə deməkdir?
birinci energetik səviyyə, S yarım səviyyəsi və içərisində də S orbitalının içərisində 2 elektron. Onu da əks bilinən şəkildə yerləşdirirəm. Daha S dolmamış. Mən gedim ikinci energetik səviyyədə doldurum, söhbəti yoxdur. Gəlirəm, növbəti element litium. Sıra nömrəsi 3-dür. Artıq bunun 3 elektronu var. Birinci energetik səviyyənin S yarım səviyyəsi içərisində də S orbitalı 2 elektronla dolmuş formada var. Növbəti 3-cü elektronu neyim? Axı bir də cəmi bir dənə S var. Ona görə keçirəm ikinciyə. Burada 2S də var, 2P də var. Birinci S-ə 1 elektron gələcək, 3 elektronu var axı cəmi. Olacaq belə, 1S2, 2S1. Ondan sonra gəlirəm, litiumdan sonra gəlir berilyum. Sıra nömrəsi 4, 1S2, 2S2. Niyə? S də olsun ki, təmiz, sonra keçsin P-yə. Sonra gələcək nə? Burada cəmi bir dənədir. Sonra gələcək bor, sıra nömrəsi 5. Bu olacaq 1S2, 2S2 artıq gördük, 2S də doldu. İkinci energetik səviyyədə həm 2S var idi, həm 2P var idi. Cəmi bunun 5 elektronu var, 1S2, 2S2. Növbəti elektron keçər P-yə. İndi gəlin P-ni çəkək, qrafik formulunu çəkək. Bu elektron formulu hesab olunur, yuxarıda yazılanlar. Artıq mən bunu orbitlərin içərisinə çəkirəmsə bu cür formada, bu olacaq qrafik formul. Birini də bura qoydum. Oradan sonra gəl növbəti element karbon, sıra nömrəsi 6. Olacaq 1S2, 2S2, 2P2. Bu cür formada qeyd edirəm. Bu ayırdım səviyyəni. Bu birinci səviyyə, bu ikinci səviyyə. Deməli, sonra da bura bir cüt elektron, burada bir cüt qoyuram. P-yə də davam edirəm. Burada da 3 xanam var, 2 elektronum var. Növbəti element gəlir azot. Sıra nömrəsi 7. Biraz bir ikinci dövrü yazım, sonra o biri dövrləri özünüz yazarsınız. 1S2, 7 dənə elektron var, doldurmalıyam. Birinci doldu, keçdim ikinciyə. 2S2, 2P necə? Cəmi 6 elektron tuta bilər bu. Niyə? 3 orbital arasında da 2 elektron. 3'ü 2'yə vuranda 6. Amma mənim hələ ikisi var burada. 5 elektron olmalıdır ikinci energetik səviyyədə. 5'i çarpımı qoyuram bura. Daha doğrusu 5 nə idi? 3'ü çarpımı qoyuram bura. İndi gəlirəm növbəti element oksigen. 8. Bu eləcək 1S2, 2S2, 2P4. Sonra gəlir deməli neon gəlir. Sıra nömrəsi 10. O da eləcək 1S2, daha doğrusu neon 9 yazmamışam. 9 yazmamışam. Flor gəlir. Deməli, flor 9, 1S2, 2S2, 2P5, neon da gəlir 10, 1S2, 2S2, 2P6. Artıq növbəti gəlsə, natrium sıra nömrəsi 11 hara keçəcək? 3-cüyə. 1 doldu, 2 doldu, 2-də cəmi 2 yarım səviyyə var. 1S2 var, 2S2, 2P6 da doldu. Mən ikinci energetik səviyyədən də qutardım. Cəmi 2 dənə yarım səviyyəsi var. S-dən P-dir. S-də 1 orbital, P-də 3 orbital hamısı doldu. Neyəcəm? Keçirəcəm 3-cüyə. Burada o da 3S1. Daha bu ardıcıllıqdan davam edir. Ta ki 3P6 da dolur. Növbəti element 3P6 dolur. Axırıncı ilə helium, argondan doldu. 18-dən doldu. İndi növbəti element kalium gəlir. Sıra nömrəsi 19. Əslində 3P6 dolub sonra baxanda 3D dolmalıdır. Amma dediyim kimi 4S'in enerjisi ilə 3D'nin enerjisi fərqli olduğuna görə birinci 4S özünü qabağa atır. 4S başlayır dolmağa. Yəni 3P6 dolandan sonra 3D yox. Artıq 4S1 dolacaq. Bizdən qısa elektron formulu deyəndə ən sonda nədir onu yazasınız. Ən sonuncu energetik səviyyədə nə var onu yazasınız. Kalium 4S1, sonra gəlir kalsium 20, 4S2, yəni bunun əvvəli də var. 1S2, 2S2, 2P6, 3S2, 3P6, sonra gəlir 4S2.
Ondan sonra gələn element skandium gəlir. Məsələn, sıra nömrəsi 21. Artıq 4S-dən sonra mən nə yazmışdım? 3D dolmağa başlayır. Növbəti 4S2-dən sonra növbəti gələn elektron dolacaq 3D yarım səviyyəsinə. Bir elektron var, bura gələcək. Bu ardıcılıqdan dolur. Ta ki xromla misə qədər. Xromla mis bunlar fərqlidir. Bunlar kənara çıxma hesab olunur. 4S2 elektronlarından biri 3D yarım səviyyəsinə keçir. Buna elektron sıçrayışı və ya uçurumu deyirlər. Bu zaman elektron formulu necə olacaq? Xromla mis uşaqlar çox düşür, əzbər bilməliyik. Xrom 4S1 3D5, mis isə 4S1 3D10'dur. Xroma çatanda nə olur? Məsələn, xromun sıra nömrəsi 24'dür. Olmalıydı 4S2 3D deyək ki neçə? 3 dənə elektron gəlməlidir. 4 dənə elektron gəlməlidir bura. 3D4. Amma xroma çatanda elektron sıçrayışı baş verir. Da onun nədəni kürəsil simmetriyadır. O artıq orta məktəb dərsliyində keçirmir. Ona görə demirəm. Artıq xromla misdə fərqlilik yaranır. Xroma çatan kimi elektronların biri keçəcək 3D yarım səviyyəsinə olacaq 4S1 3D5. Misə də çatanda eynən bu ardıcılıqdan gedir. Misə çatanda 4S1 3D10. Deyə bilərsiniz ki, ay mənim xromdan sonra gələn elementin elektronu hara gələcək bəs? Xromdan sonra məsəl üçün gəlir manqan, sıra nömrəsi 25. Onda gələn elektron axı 4S1 tək qalıb. Amma bu öyrəşib cüt olmağa, bir dənə xromdur. Baş batmış, gəlir bura. Gələn kimi neyinir? Gedir 3D-dəki, deyir ki, 4S-dən birini də mənə ver, mənə bir elektron bəs deyil. Birini də mənə ver, o da alır birini. Olur 4S1 3D5. Manqana çatanda manqan yazıq neynəsin? Görür ki 4S tək qalıb elektronu. Deyir ki gəl 4S2 eləyim onu. Bu da olsun 3D5, 4S2 3D5 şəklində yayılsın. İndi sizə belə bir qısa formul deyim. Bu artıq D yarım səviyyəsi elementlərinin qısa elektron formulu 4S və 3D şəklində yayılacaq. 4S və 3D şəklində. 4S2, 3D5 məsələn. Yəni, bunların qısa elektron formulunda S-dən D verilir. Amma əsas yarım qrup elementlərində, indi qrup deyəcəm sizə nədir, dövr deyəcəm nədir, biləcəksiniz. Əsas yarım qrup elementlərində ancaq belə deyək də, S-dən SP verilir. Əlavədə isə 4 olmasın, 3 olsun, fərq yoxdur. Əlavədə, yəni 3 yox, daha doğrusu 4-dən sonra ola bilər. Əlavədə S-dən D verilir. Əsasda isə S-dən P. Qısa deyəndə ən sonuncuları götürəcəyik də bunları. Prosto bu D yarım səviyyəsi elementləri gələndə yanında 4S-ini də götürəcəyik.